İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən rəsmi səfəri son anda ləğv olundu. Bu həm regional, həm də beynəlxalq media orqanlarında geniş müzakirələrə səbəb olub. Müsavat.com xəbər verir ki, İsrailin nüfuzlu Walla xəbər portalı bu səfərin təxirə salınmasının mümkün səbəblərini açıqlayıb. Məlumatda bildirilir ki, Netanyahunun Azərbaycana səfəri zamanı istifadə etməli olduğu hava marşrutu Türkiyə hava məkanından keçməli idi, lakin Ankara buna icazə verməyib. Nəticədə səfərin logistik baxımından çətinləşdiyi və alternativ marşrutların ya çox uzun, ya da qeyri-mümkün olduğu bildirilir. Maraqlıdır ki, İsrail Baş Nazirliyinin mətbuat xidməti bu məlumatı təqzib edib. Rəsmi açıqlamada deyilib ki, yayılan xəbərlər reallığı əks elətdirmir və səfərin məhz bu səbəbdən baş tutmadığını iddia eləmək doğru deyil. Siyasi analitiklər bu hadisəni İsrail-Türkiyə münasibətləri fonunda qiymətləndirirlər. Bununla yanaşı Azərbaycanla İsrail arasında yüksək səviyyəli münasibətlər davam eləyir. Tel-Əviv və Bakı arasında müdafiə, enerji, kənd təsərrüfatı və təhlükəsizlik sahələrində əməkdaşlıq intensiv şəkildə aparılır. Bu baxımdan Netanyahunun səfəri xüsusi əhəmiyyət daşıyırdı. Hazırda səfərin nə vaxt bərpa olunacağı isə məlum deyil.